Bundan başqa bizim insanlarımızı ən çox narahat edən bilirsiniz ki, ürək damar sistemi xəstəlidir. Kimi deyir, stent qoydurdum, həkim mənə dedi ki, ömürlük sən nə etməlisən? Ömürlük qandırıcı dərmanlar içməlisən, tabletlər içməlisən. Qandırıcı tabletlər də bilirsiniz, kimyavi tərkiblidir və mədənin sehli qışasını yandırır. Yandırır və qastrit, erozya, yara əmələ gətirir. Bəzən hətta qanaxmalara qədər gəlib çıxa bilir. Bunun əvəz eləyən nədir? Heç bir şey. Bunun əvəz eləyən zəlidir. Zəli qoyduran adam, istər stent qoyulsun, istər açıq əməliyyat olsun, istər müxtəlif stenokardiya olsun, yeriyəndə sinəsində ağrı başlayır, məcbur olur dayanmağa, durmağa, oturmağa hətta. Bəzən yuxunun içində tutur. Bu daha ağır formadır, döşünün ağrı daha ağır formasıdır. Ürəyin işemik xəstəliyidir. Və yaxud da ki, görürsən ki, qan təzyiqi kəskin şəkildə qalxır, düşür, deyir, mən bunu tənzimləyə bilmirəm. O çox təhlükəlidir. Yəni, kəskin şəkildə qan təzyiqinin qalxması ciddi fəsadlara gətirib çıxara bilər. Beyinə qansızmaya qədər gətirib çıxara bilər, ürək infarktına qədər gətirib çıxara bilər. Onu da yenə tənzimləmək üçün hiridoterapiya, zəldən istifadə, təbii ki, zəldən peşəkar həkim tərəfindən, yəni o işin bilən həkim tərəfindən qoyulmalıdır. Tibb Universitetində zəli haqqında elm yoxdur ki, zəli keçilmir, ağrı keçilmir. Həkim olsa da o anlayışı yoxdur ki, zəli nə buraxır, hansı fermentlər var və ya hansı nöqtələrə qoyulmalıdır. O halda da ki, deyir, mən özüm aldım doktor zəlini və qoydum, belə fəsadlar verdi, belə ağırlaşmalar verdi, təbii ki, olmaz. Mütləq mənada zəli qoyduran adam, zəli qoyan adamla bərabər məsuliyyəti var. Ki, orada mütləq altı analiz yoxlanmalıdır. Qanın ümman azı, qanın laxtalanması, qanda şəkər, protramin indeksi, hepatit B, C və C ümman analizi. Çünki hepatit B, C olan adamlarda orada bizim içkilərimiz var, özümüz var, xəstələrimiz var. Bizə gələn adamların əksəriyyəti ona görə gəlir ki, bilir ki, belə dünya, aləm bir-birinə qarışsa analizsiz eləmirik. Ki, biz yəni təhlükədən uzaq olaq. Xəstələrimiz üçün dediyim fəsadı yaratmayaq. Bu baxımdan da zəli bir möcüzədir. İndi mən gəlimdə zəng eləyib ki, doktor, həkim zəng eləyib, belə həkim mənə deyir ki, qanın tez laxtalanır, mütləq sən zəli qoydurmalısan, 3 dəqiqə 30 saniyə mənim qanım laxtalanır, deyir, tromba əmələ gələ bilər, infarkt ola bilər. Mən neyim? Deyirəm, sən bilirsən axı. Sən bizdə olubsan, vaxtilə zəli qoydurursan. Deyir, onu da bilmirdim, deyir, mən